Salam Vurğan. Salam. Necəsiz? Yaxşıyam, yaxşı olasınız. Mən əminəm ki, bizim bu podkast maraqlı olacaq da. Bizim hər bir hərəkətimizin nəticələri var. Etdiyimiz hər bir hərəkətin nəticələri var. Əgər biz nəsə bizim hərəkətimiz həmişə nəticələrə gətirib çıxarır. Amma bunlar effektiv nəticədir, yoxsa qeyri-effektivdir? Məsələ odur. Onda belə cəmləsək, yekunlaşdırsaq, bir insanın təfəkkür səviyyəsinin dəyişməsi əslində həm də sosial məsuliyyətidir onu. Yəni ancaq özü üçün eləmir də, eləməməlidir. Həm də ətrafındakilərə də müsbət təsir etməsi üçün ailəsi, iş yoldaşları, yaşadığı şəhər, Həyatın hər sahəsində insan məsuliyyət sözünü ümumiyyətlə dərk eləməlidir. Məsuliyyət nədir? Standart mənada məsuliyyət sözünü ancaq işə gecikməmək kimi, məsələn, işçi ancaq işə gecikməmək kimi görürsə məsuliyyətini. O necə işçidir? Məsuliyyət bundan daha geniş anlayışdır. İşə gecikməmək də ona daxildir, işini belə deyək vicdanla görmək də ona daxildir, canlı yananlıq da ona daxildir iş üçün, işin gələcəyini fikirləşmək də ona daxildir, iş yoldaşlarına münasibət də ona daxildir. Ailə özü də, ailənin də öz məsuliyyəti var. Ailənin məsuliyyətini daşımaq da, bu da müəyyən bir səy tələb eləyir. Yəni, bunların hamısı nəzərə alınmalıdır. Amma bunlar hamısı təfəkkürlə bağlıdır. Biz təfəkkürü biraz açmadıq. Təfəkkürün özünün növləri var. Bunu biz əgər biz müşahidə eləsək, biz insanlarda bunu çox yaxşı görürük. Məsələn, var ardıcıl təfəkkür. İnsan özü üçün nəyisə sıralayıb, 1, 2, 3, 4, 5, 6. İkini eləməmiş üçə keçə bilmir. Başqa bir adam üçün bu problem deyil. Yəni, bu psixologiya ilə bağlı deyil. Bu psixologiya ilə bağlı deyil. Bu tək psixoloji məsələ deyil. Bu daha çox ontoloji məsələdir. İnsan özü üçün necə yaradıb bu mənaları? Həmin o sıralamanı. Bəli, o özü yaradıb o sıralamanı. Yəni kimin üçünsə bu sıralama yoxdur, belə deyək, basıb keçə bilir. Bu adam özü üçün müəyyən məhdudiyyətlər yaradıb və o bunu saxlayır həyatda. Onun təfəkkürü belədir. Və məsələ də odur ki, o təfəkkürün içində olduğu üçün o onu görmür. Orada ümumiyyətlə özü həyatda ona yaratdığı problemləri də görmür. Onun belə deyək, üstünlükləri də görmür, problemləri də görmür. Bu bir növ. Bu bir növdür. Sonra var belə deyək, analitik təfəkkür. İnsan detallarda itib batır. İşçilərdə əgər məsələn o işlərdə görmək olar ki, insana tapşırığı verirsən, getdi. Gedib itib detalların içində. Çox çürükçü demək olar. Bəli, çürükçü, vasvası, pedant da demək olar. Bir işi o özü-özünə perfeksionist deyil, amma işi axıra çatdıra bilmir. Gizlədir perfeksionizm altında. Bəli, idealizm altında gizlədir. Amma ideal həmişə var, ona doğru getmək olar, ona çatmaq olmur. Başqa hansı var? Var holistik təfəkkür. Məsələn, insan bütövi görür, amma detallara gedə bilmir. Məsələn, ağacı görür, budağını görmür, üstündəki yarpağı görmür, meyvəsini görmür. Hər şeyə biraz belə deyək, səthi baxır, üstdən baxır. Laqeyd yanaşmadır bu? Yox, ona laqeyd demək olmaz. Sadəcə insanın təfəkkürü belədir. Məsələn, elə rəhbərlər xoşlamır detala getməyi. Həmişə deyir ki, qısa kəsməni ümumidir hər şeyi. Amma elə məsələlər var ki, orada müəyyən qədər detala da getmək lazımdır. Bu elə bir ki, qütblərdir də müəyyən. Bir holistik tərəfdir, yəni bütöv görüb baxmaq istəyir hər şeyə, bir də detallı tərəfdir. Bunların içində sistemli təfəkkür ondan fərqlənir ki, müəyyən mənada bu müəyyən səviyyədə az da olsa elə biznesmenlərdə var. Çünki əgər biznesmenin müəyyən mənada az da olsa sistemli təfəkkürü olmasa, o biznes yarada bilmir. Təfəkkürdə yaş nə qədər önəmlidir? Belə deyək, heç bir önəmi yoxdur. İnsan, belə deyək,
Həmişə həyata yandan baxır. Hardan Bunu baxmalıdır? özünü də görməlidir həmin sistemin içində. Bax belə deyirik, görməlidir. Biz bunu məsələn müəyyən rəhbərlərdə var ki, deyir ki, komandaya sözü deyirəm, eləmir. Komanda işləmir. Bəs sən hardasan? Sən hardasan? Komandanın içində deyilsən? Və ya komandanı kim yığıb ora? Sənin bəhrəndə, yəni sənin Yəni o əfkin. komanda, biz kiçik biznesdən danışsaq da 10-15 nəfərlik, lap 5 nəfərlik olsun. Sən rəhbər olaraq deyirsənsə ki, işçilər bunu yerinə yetirmir. Tapşırıqlar verirəm, eləmir. Komandada problem var və s. Sən hardasan? Rəhbər olaraq axı sənin işin elə idarə eləməkdir. Kiminsə işi avadanlıqda işləməkdir. Kiminsə işi maliyyə işinə baxmaqdır. Və sənin işin idarə eləməkdir bunu. Komandada problem yoxdur, sənin baxışında problem var komandaya. Çünki sən komandanın, həmin sistemin tərkib hissələrindən birisən. Sənin işin idarə eləməkdir. İdarə eləmək özü bir işdir, yəni. İdarəçi qıraqda deyil, komandanın içindədir. Deməli, o məsuliyyəti hələ dərk etməkdə problem var. Onda belə deməlidir ki, komanda məni eşitmir yox, komandaya sözümü eşitdirə bilmirəm. Bəli, orada komandada ünsiyyət problemi var, kommunikasiya problemi var. İnsanların arasında ən böyük problem elə kommunikasiya problemidir. Təlimdə bizim keçdiyimiz mövzulardan biridir. Dinləmək, bəli. Sistemli təfəkkürü əgər ev təsəvvür eləsək, dinləmək onun qapısıdır. Bu standart, biz həmişə deyirik ki, insanlar danışanda mən onu dinləyirəm baxı. Var fakt haqqında hekayə. Biz bunu təlimdə daha detallı araşdırırıq. Amma o hekayəyə bizim faktların interpretasiyası daxildir. Dediyiniz travmalar fakt haqqında hekayədir. Uşaqlıqda, çoxu uşaqlıqda formalaşır. Məsələn, uşaq girir otağa, böyüyə əl uzadır, böyük ona salam vermir. Salam verməməsi faktdır. Böyük bəlkə diqqətsizlik eləyib, bəlkə bilə-bilə eləyib, bəlkə görməyib. Artıq o hadisəyə uşağın interpretasiyası var, mənə salam vermədilər. Bir qism uşağı ümumiyyətlə təsir eləmir. Amma bir qism yadında qalır və başlayır onu narahat eləməyə. Bax, o travma yaradır onda, belə desək. Və niyə başqasında yaratmır? Onun fakt haqqında hekayəsi, onda nəsə, bax, o hekayəni yaradır və onda müəyyən bir dünya görüşü formalaşdırır. O, onun həyatına müəyyən mənada mane olur, o travmalar. Bu, çox şeydə keçərlidir insanlar arası münasibətdə. Özünü dərk eləyə bilir. Özünün faktlarını və hekayələrini görə bilir. Təlimin bəs təklif olunmayan bir tərəfi var deyə qiymətləndirmək. Onda bu başqasına baxıb onu mənfi müsbət kimi qiymətləndirməməlidir. Təlimdə öyrənməyə çalışdıqlarımızdan biri də qiymətləndirməməkdir. Çünki məsələn, belə deyək də, insanın əgər xarici görkəmini qiymətləndirirsənsə, ən azından danışıq tərzini qiymətləndirirsənsə, o sənə onu dinləməyə mane olur. Ancaq xarici görünür? Yox. Bizim xalqın gözəl xüsusiyyətlərindən biri odur ki, bizdə yoxdur onlar. Bizdə yoxdur elə. Tolerantlıq da, yəni. Tolerantlıq da, bizdə rasizm yoxdur, diskriminasiya yoxdur, çox millətlidir. Yəni, bizdə elə xüsusiyyətlər yoxdur. Bəli, insan ağzını açan kimi özünü büruzə verir. Ağıl, qabiliyyət, məntiq, düşüncə hamısını büruzə verir. Onun xarici görkəmi hələ bizə heç bir xəbər vermir o adam haqqında. Və bu ünsiyyət üçün imkan yaradır. Məsələn, o insan danışmağa başlayan kimi biz
müəyyən mənada bilirik ki, bu adamla söhbətə getmək olar ya yox. Davam eləmək olar ya yox. Ondan yol getmək olar ya yox. Aynıdır. Bunları fərqləndirmək lazımdır. Bu bilik özü lazımdır bizə. Bilik və bacarıq olaraq fərqləndirmək bacarığı. Onda biz biləcəyik kimlə yola çıxmaq olar. Biznesmen üçün də bu çox vacib qabiliyyətdir. Kimlə yola çıxmaq olar? Bu maraqlı məsələdir. Biz mövzunu yenə gətirəcəyik sistemli təfəkkürə. Çünki real hadisəni yaşamış bir adam kimi, yəni məsələni qiymətləndirirəm. Baxın, dedik ki, bayaq təfəkkür şeyləri saydıq, növləri saydıq. Hələ sistemli təfəkkür gəlib çatmamışıq da. Təlimlərimizdə insanların sistemli təfəkkürə keçid üçün dediniz ki, mən təlimçi deyiləm, mən moderatoram. Mən bir növ Daha çox o prosesin meneceri. Prosesi menecə edirəm, göstərirəm. Çevrilib çevrilməmək, dəyişib dəyişməmək onun öz işidir, görməlidir. Gəlin etiraf edək ki, hər kəs sistemli təfəkkürdə düzgün yanaşma ilə, sizin dediyiniz sıralama təfəkküründə yox, holistik təfəkkürdə yox, sistemli təfəkkürdə olması bu utopik cəmiyyətdir də. Yəni belə bir şeyin real olması, yəni neçə faiz üzərindən özünü əks etdirir ki, ola bilər ki, bəli, hər kəs düzgün sistemli təfəkkürdə olsun. Bu göstərici sizə nə qədər ümid verir şəxsi. Ki, nə qədər ola bilər ki, ölkəmizdə, Bakımızda və yaxud şirkətimizdə olan əməkdaşların hamısı biz dediyimiz baxışla baxsın. Yəni biz dediyim, yəni sağlam, sistemli, fərqindəlik, faktı fikirdən ayıran bu proseslə ehtimal nə qədərdir? Yəni neçə faiz ola bilər ki, 100-ün altında? Biz bunu faizlə demək çətin olacaq. Amma bu nəyə görə biznes təlimidir, belə deyək. Bu məsələ əsas biznesmenlər üçündür. Hər bir təlim inkişafa xidmət edir. Bu da təlimlərdən biridir. Kiməsə o lazımdırsa, kiməsə marketinq lazımdır, gedəcək marketinq təliminə. Kiməsə sistemli təfəkkür lazımdır, bu təlimə gələcək və buradakı müəyyən bilikləri öyrənəcək. Demək olmaz ki, təfəkkürün o birisi formaları pisdir, bu yaxşıdır. Bu daha effektivdir. Biznes üçün daha effektivdir. Menecmer üçün daha effektivdir. Bu həm hadisələrə bütöv baxışı, həm də detallı özündə ehtiva edir. Bu sadəcə sözdür. Ona görə bu təlim 5 gün çəkir, biraz da rejimi də ağırdır. Kifayət qədər ağır. Utopiya onsuz da mümkün deyil. Amma bir şey məlumdur ki, əgər ən azından dinləmə qabiliyyəti yaranırsa və rəhbər dinləməyə başlayırsa özü, onun əməkdaşları da dinləməyə başlayır. Standartda əgər rəhbər bütün günü keyfiyyət haqqında danışırsa, amma reallıqda keyfiyyətə əhəmiyyət verməyib, məhsulu necə gəldi verirsə müştərilərinə, əməkdaşlar hamısı bunu görür. Və onun danışdığı sözlərin gücü düşür. Amma əgər dinləmə varsa, insan özünü də dinləməyə başlayır və işçilərlə də münasibətdə bu yaranır. O artıq sözünün gücünü dərk edir, sözü də qiymətə minir. Və onun dediyi sözlərlə hərəkətləri üst-üstə düşür. Bunu əməkdaşlar da görür və onlara da təsir edir bu. Şirkətin ümumi işinə təsir edir. Bilməyənlər üçün deyək ki, keçdiyiniz təlimlər 5 gün ardıcıl davam edir. Fasiləsiz 5 gün. Və sonuncu gün, bu 5 günün 4 günü də 12 saat. Bəzən saat 10-dan axşam saat 10-a kimi, 11-ə kimi davam edir. Sonuncu gün isə 24 saat davam edir. Dəyişir. Ola bilər, çox da ola bilər, az da ola bilər. Çox da az da ola. Bu iştirak etməmişdən qabaq mənə də biraz belə qəribə gəlir ki, 24 saat insan orada
necə, nə öyrənə bilər, nə edə bilərsən? Birinci sualım budur ki, sizcə təlimin formatı dəyişsə, 5 gün olmasa, şərti olaraq həftədə 2 dəfə 1 ay müddətinə keçsə və bəlirli saatlarla effektivliyi azalar? Onu ancaq yoxlamaq olar. Ola bilər ki, 2 həftə 6 bazar da eləmək olsun, amma 5-ci gün mütləq lazımdır. Çünki 4 gün ərzində o öyrənilən informasiyanın praktikası gedir axırıncı gün. Ya olmalıdır 2 həftə, birinci həftə 6 bazar, ikinci həftə 5-6 bazar. Məsələn, belə bir format fikirləşmək olar. Bunu yoxlamamış effektivliyini qiymətləndirə bilmərəm. Amma faktiki budur ki, 5 gün dalbadal olanda effektiv olur. Effektiv olur. Maraqlı bir şeydir. Mən təlimdən sonra indi ətrafımdakı insanlarla bölüşürdüm də ki, görürdülər ki, 5 gün mənə zəng çatmır da, 5 gün yoxam. Dedim ki, təlimdə idim. 2 cür yanaşma var idi. Deyirdi ki, sən dəhşətsən, 5 gün təlim olar. Dedim, nə 5 günlər, axırıncı gün 24 saatdır. Yox, elə şey olar ki, bütün həyatda, işin gücünü atıbsan, qoyulmusan belə. Bu bir cür yanaşma. İkinci cür yanaşma bilsən nə idi? Deyirdi ki, çox əla fikirdir. İnanırsan, mən də belə fikirləşmişəm ki, filan təlimləri bu cür intensiv eləsən, daha effektiv olar. Çox qəşəngdir. Yəni, iki cür fərqli yanaşmalar var. Sözümün canı nədir? Təlimdən çıxandan sonra, indi təlimdə bizdə 40-a yaxın əməkdaş olurdu, 30-a yaxın əməkdaş olurdu. Bizim qruplarımız olurdu da, Telegram qruplarımız. Orada müəyyən münasibətlər təlimdən sonra da gedirdi. Amma orada qopmalar da var idi. Yəni, hər kəs o təlimdən sonra o qruplaşmanın bir hissəsi kimi özünü hiss eləmirdi. Bir maraqlıdır ki, qalan adamlar var, belə aktivite göstərən adamlar da, onlar bir-birinə oxşayırdı. Bir müddətdən sonra fikirləri, sözləri, hətta siz arada bir tapşırıq kimi bir nəsə yazırsınız ki, buna fikir bildirin. Oxuyursan hamının fikrini, 18 nəfər fikir yazır, hərəsi fərqli sözlərindən ifadə edir. Amma sonda məntiq, məğz eyni gəlir çıxır ki, bu adamlar deməli, yəni söhbətin ana sütununu tutublar, onun ətrafında fırlanırlar və siz də orada kiməsə kofe söz verirsiniz, kiməsə qonaqlıq söz verirsiniz də. Səmimi desəm, yəni mən sevinərəm ki, mən yəni siz ona söz dedinizsə, mən yenə də o cür ifadə edəcəm. O sistemli təfəkkürə keçmiş və yaxud keçmək üçün cəhd edən insanların belə dairəsində olmaq indiki vəziyyətdə məni xoşbəxt edir. Sevinərəm ki, yəni dostlarım bu cür olsun. Mən nə qədər dostuma təkid etmişəm. Təbii ki, onların təfəkkür səviyyəsi fərqlidir. Yəni biz onlarla yollarımızı ayırmırıq. Amma yəni ən azından mənim nacizanə ən az 2 təlimdən sonra özümdəki o dəyişimi görüb onlara da sirayət etdirmək istəməm. Onlara da sən də bizdən ol. Sanki belə şuuraltı düşüncəm var da. Niyə görə buna dedim? Biz təlimə sadəcə bir xətt üzrə getməmişik. Mən indi bir şey soruşacağım sizdən. Təlimdən qabaq siz qrupa playlist atırsınız ki, bu musiqilərə qulaq asın, autentik dinləmə məsələsi ilə bağlı. Sonra oradakı filmlər izlədirsiniz bizə, qısa filmlər. Bəzən adamda belə qəribə bir səbir sanki şeyi var da, yoxlayırsınız ki, yəni insan nə qədər səbir edib buna dözəcək. Dəyişir, fikirləşir. Sonra son vaxtlarda bir mövzuya toxunacam, o tısbağa əqrəb misalına, amma ondan qabaq bu playlistin üstündən gedək, sonra keçək. O playlist həmin o təfəkkürə nə qədər təsir edir, nədir onun kilidi, nədir onun ana məsələsi, yəni niyə görə vacibdir və yaxud vacibdirmi? Birincisi, musiqi məsələsi bilməyənlər üçün deyək ki, təlimdə ümumiyyətlə təlim həm də incəsənət üzərindən gedir. Yəni tək musiqi deyil, orada kino da var, rəsm də var, musiqi də var. Musiqi beyin plastikliyi üçün, elastikliyi üçün çox vacibdir. Xüsusilə uşaqlıqdan bu yaxınlarda Qara Qarayevin anasının videosuna baxırdı. O da orada qeyd edirdi ki, yəni uşağının tərbiyəsi haqqında danışırdı. Deyirdi ki,
ən lap körpəlikdən hər gün layla oxuyur, evdə musiqi çalınır. Yəni ümumiyyətlə uşaqlıqda musiqiyə getmiş uşaqların sonra böyük olanda onların təfəkkürü daha iti işləyir. Belə deyək, daha ağırlı olurlar müəyyən mənada. Hadisələrə daha çevik reaksiya verə bilirlər. Ona görə təlim qabağı bəli, playlistdə müəyyən mənada bəli səbirdir. Çünki tanış olmayan yeni informasiya verilir. Biz standart hər gün qulaq asdığımız musiqiyə onsuz da bilirik bunu. Məsələ budur ki, sən tanış olmadığın bir musiqiyə necə qulaq asa bilirsən? Bu həm dinləməni artırmaq üçündür təlim qabağı. Təlimdə oturmaq biraz rahat olsun deyə. Dinləmək rahat olsun deyə. Həm insanın öz musiqisini tapması üçündür. Diqqətlə özündə sən qulaq asmısan da, fikir verirsənsə, 300-ə yaxın mahnı vardı orada musiqi. Müəyyən hansılardasa qalırsan. O deməli sənin öz janrındır. Bu mənlik. Hə, o sənindir. Artıq o janrda qulaq asa bilərsən. Və o, yəni, beyni qocalmağa imkan vermir. Həmişə beynin özünə də məşq lazımdır müəyyən mənada. Təlimdə başqa diqqətimi çəkən bir məsələ var idi, oxumaq bacarığı. Biz deyirik ki, biz hələm oxumağı öyrənməliyik. İndi ora gələn adamların əksəriyyəti, yəni mütaliəyə birbaşa və ya dolayısı yoldan açıq insanlardır. Hamı bir kitab əlinə alıb oxuyurdu. Siz orada dəfələrlə vurğulayırdınız ki, biz ümumiyyətlə oxumağı bilirik, oxumaq nədir başa düşürük və s. Və orada belə praktik olaraq bəzi şeylər oxuyurdunuz. Mənə ən çox təsir edən məsələ sizin o bir arada Kəllə və Dimlənin kitabından Tısbağa ilə Əqrəbin hekayəsini oxudunuz və səhv eləmirəmsə 40 dəqiqədən çox o məsələ müzakirə olundu orada. Və mən orada çox ciddi bir şey yaşadım da. Çünki mən özüm də təlimçi kimi o misalı çox çəkmişəm. Hər təlimdə izah edim ki, baxın, Əqrəb minir Tısbağanın belinə, gedirlər, Əqrəb sancır, sonra Tısbağa belə. Hər dəfə eyni mövqedən baxırdım. Siz də qulaq asırdınız. Yəni, münasibət bildirmirdiniz. Hər kəs demək olar ki, o iştirakçıların hərəsi başladı bir fikir bildirməyə. Bildirdi. Sonra kitabı bağladınız. Dediniz ki, bəs heç Tısbağanın suya batması ədalət məsələsidir. Ədalətli idi onun batması. Axı, Əqrəbin onu sancması, Tısbağa dili ilə deyir ki, sənin onsuz da sancmağın mənim qınıma görə, mənim o qaplamama görə mənə təsir eləmədi. Batmaya da bilərdi. Əqrəbi boğmaya da bilərdi. Biz elə ancaq Əqrəbi düşmüşük üstünə ki, ay səni sancırsan. Bəs Tısbağa o qədər düşündüm və ciddi mənada peşman oldum ki, mən bu təlimdə bu məsələləri nə qədər yanlış informasiya kimi çatdırmışam və yaxud bayaq dediyiniz bir tərəfli baxışla çatmışam. Məsələyə fərqli cür baxanda fərqli cür aydınlanmalar olur. Biraz bu oxumaq haqqında bir balaca genişləyəndə bilərsiniz. Necə olur ki, siz onu oxudunuz elə görürsünüz, amma bu qədər adam oxuyub onu görmürdü. Bu da əslində Kəllə və Dimlərin əvvəlində də yazmışdı. Bu yeni bir fikir deyil. Ki, daha dərindən oxumaq olur. Məsələlərə daha dərindən baxmaq olar. Bu yenə fərqləndirmə məsələsidir. Həmin misalla tanış olmayan adamlar üçün. Əvvəldə yazılıb ki, Əqrəblə Tısbağa uzun müddət dostdur. Sonra müəyyən bir vaxtda onlar çaydan keçməli olur. Əqrəb də orada bildirir ki, mən keçə bilmirəm. Tısbağa özü təklif edir ona ki, mən səni keçirdərəm. Keçəndə Tısbağa hiss edir ki, Əqrəb bunu vurur. Və bunu Əqrəbə irad bildirəndə Əqrəb deyir ki, mənim səndən ədavətim yoxdur. Sadəcə bu avtomatik olaraq baş verir. Tısbağa da onda çevrilir, onu boğur. Çayın o birisi sahilinə çatdırmır. Biz bunu belə standart oxuyanda
burada hər şey təbiidir də, yəni yamanlığa qarşı yamanlıq baş verir. Əqrəb belədirsə, tısbağa da belədir. Amma nəzərə almaq lazımdır ki, yəni tısbağa həmin an deyir ki, sən özün bilirsən ki, sənin vurmağın mənə təsir eləmir. Yəni tısbağa onu qeyd edir ki, əqrəb özü də bilir ki, onu vurmağı tısbağaya təsir eləmir və tısbağa özü də bilir ki, əqrəbin onu vurmağı ona təsir eləmir. Bunu bilə-bilə çevrilir, onu batırır. O dostluqla bağlı çəkilmiş misaldır. Isə ona daha dərindən baxanda əqrəb öz həyatına ona etibar eləyir. Düzdür? Və özü də ona deyir ki, bu avtomatik olaraq baş verir. İndi orada çay keçəndə həyəcanlanıb və s. Biz onu fikirləşmirik, kitabda o yazılmır. Amma bunu deyir. Tısbağa onu keçirib qarşı sahilə sonra da aralana bilər. O avtomatik özünə nəzarət eləmədən bunu eləyir əqrəb. Amma tısbağa bunu bilə-bilə eləyir. Burada məsələ daha dərindən baxmaqdır. Burada ayrı-ayrı insanlar barədə deyil. Biz hamımız müəyyən məqamda tısbağa oluruq, müəyyən məqamda əqrəb. Kələ və dinlə əqrəblər və tısbağalar haqqında deyil, insanlar arası münasibətlər haqqındadır, dostluq münasibətlər haqqındadır. Bizim həyatımızda çox olur belə, ailədə də, dostluqla da, biznesdə, şəriklikdə də, rəhbər-işçi münasibətləri arasında da. O fərqləndirmək lazımdır. İnsan əgər müəyyən hərəkətləri avtomatik eləyirsə, əgər onu bilmədən eləyirsə, biz onu batırmalıyıq. Və yaxud batırmağımız ədalətlidir. Batırmağımız ədalətlidir. Biz nə elədik? Əgər ayırmaq istəyirsənsə yolları, sahili keç, sonra ayır da. Birbaşa qırmağın nə ehtiyac var? Və burada ədalət hardadır? Bu oxumaq məsələsində oxumaq biznesmen üçün çox vacibdir. O hesabatlarını oxumaqdan tutmuş, müqaviləni oxumağa kimi. Sahibkar deyək, direktor deyək, menecer deyək. Onun işi həm də sənətdən keçir axı. Və çox vacibdir sənətləri də, hesabatları da insan necə oxuyur. Nə qədər dərindən oxuyursa, o qədər sənin qərarların effektiv olacaq. Dinləmə də, oxumaqda biz dinləyərək, oxuyaraq informasiyanı qəbul edirik. Və o informasiyanı da biz beynimizdə emal edirik. Və bizneslə bağlı qərarlar verilməlidir. Bunlar necə veririk? Əgər mən dinləmirəmsə, oxumuramsa. Mən onu deyirəm, biz təlimdə müzakirə elədiyimiz dinləmək və oxumaq. Bizim gündəlik həyatda elədiyimiz dinləmək və oxumaq deyil. 5 gün ərzində biz bunu yaratmağa çalışırıq. Ki, hadisələrə tamam başqa cür baxaq. Biznesmenin yükü nədədir? O həm ümumi biznesə baxmalıdır. Belə deyək ki, həm biznesin ümumi baxmalıdır. Detallarına getməlidir. Biznesdən kənarda xarici aləm var. Bunların hamısına o baxmalıdır. Və nə qədər effektiv baxırsa, indiki dövrdə o qədər effektiv ola bilir. Və bu zamanla irəliyir, bu yerində durmur axı. Hal-hazırda da progres nə qədər sürətlə gedir. Progres çox sürətli gedir. Mənim yanımda da bizim evdə heç telefon yox idi. Mən ən belə diqqətimi çəkən maraqlı məsələlərdən biri sizinlə ilk tanışdığım vaxtı, tanış olduğum vaxt. Sizin nəsə qəribə bir səmimiliyinizi belə özümdə qəbullandım və o səmimiyyətdən dediyiniz bir söz ona təkan oldu. Dediniz ki, mən bu təlimləri xaricdə keçəndə, Dubayda, Almatada, Parisdə və s. mən o qədər istəyərəm ki, buradakı adamların hamısını yığım aparım ora. İmkanım olsa, əgər onların dil bariyeri olmasa, elə birbaşa orada öyrənsinlər. Sadəcə mən görürəm ki, insanların ora getməyə bir maddi baxımdan imkanları çatmaz, ciddi bir məbləğ ödəyirsiniz də, siz gedib o xaricdəki təlimləri keçməyiniz üçün. 2,
vaxt resursu, 3 dil bariyeri və s. Ona görə özümdə bir sanki məsuliyyət, borc bildim ki, bu təlimləri belə deyim də özümüzünkiləşdirək və bizimkilərə də, ora gedib ulaşa bilməyənlərə də öz dilimizlə çatdıraq. Burada bir sosial mesaj var idi. Sanki biznesdən, pul qazanmaqdan əlavə elə bir can yandırmaq var idi. Yəni mən bu səmiyyəti görmüşdüm. Və bizim o ən sonuncu günümüzdə ki, praktiki tapşırıq verirdiniz bizə, o 8 saat, 10 saat o tapşırıq eləyirdik. Orada bir fraza var idi. Mürəkkəb beyinlər sadə həll yolları, sadə şeylər, sadə mexanizmlər yaradırlar. Yəni, ağıllı developerlər sadə proqramlar yaradırlar. İndi belə demək olarmı ki, siz də gördüyünüz o mürəkkəb prosesi sadələşdirib bu təlimdə ötürürsünüz iştirakçılara, yoxsa elə mürəkkəb kimi kopyalayıb ötürürsünüz? Getdiyim təlimləri biraz deməliyəm. Mən özüm 10 ilə yaxın dövlət strukturunda işləmişəm, analitik sahədə. Sonra biznes fəaliyyətinə başlamışam. Biznesdə uğurlarında olub, batırdığım bizneslər də olub. Amma sonradan bunu illər sonra müşahidə elədim ki, biznesə başladığım dövrdə müəyyən təlimlərə gedirdim. Elə Azərbaycanda. Nə qədər ki, təlimlərə gedirdim, biznes inkişaf da edirdi. Müəyyən məqamda dedim ki, daha təlim bəsli biznesə fokuslanım. Sonradan bunu gördüm ki, təlimləri dayandıran kimi əslində biznesdə də stagnasiya yarandı. Yəni, dayandı. Təlimə xaricdə də gedəndə, yəni, əslində çox çətin qərar idi mənim üçün. Çünki bahalı təlim idi. Və gələndən sonra dostlara da tövsiyə eləmişəm. Müəyyən qism ona, çox az qism, yəni, burada dil bariyeri də var idi. Demək olar ki, 3-4 nəfər getdi, gəldi o təlimə. Şərikim getdi, 2-3 dostum getdi. Həm də ki, o təlimlərə gedəndən sonra demək olar ki, maliyyə problemlərimi həll elədim. Çox qısa müddətdə. Həm də, yəni, özünü inkişaf da bir seçimdir də. Amma kimsə əgər, məsələn, muzlu işdə işləyirsə, orada yaxşı maaş alırsa və o buna bu həyatdan razı salırsa, lap yaxşı. Hərənin öz həddi var. Və tutaq ki, sistemin təfəkkür özü alətlərdən biridir. Təfəkkürün formalarından biridir. O, insanı başqa insandan üstün eləmir. Heç bir üstünlük vermir. Effektiv alətdir sadəcə. Yəni, fotoqraf var ki, adi şəkil çəkir, kimsə daha yaxşı aparat alır, daha yaxşı çəkmək üçün, daha çox qazanmaq üçün. Bunu da belə bir alətdir. Yəni, təfəkkürün bir formasıdır. Yəni, sən ona keçə bildinsə ki, təlim prosesində bu baş verir. Bu sözlə deyil də, bu praktikada baş verir. Biz bunu praktika edirik. Deməli, həyatda daha effektiv qərarlar qəbul edəcəksən. Yəni, siz dediyiniz o təkrarlıq çarxından çıxasın. Çünki, kim deyir onu? Yadımdan çıxıb kim deyir, eyni şeyləri eləməkdən fərqli nəticələri gözləmək ağılsızlıqdır. Ən son Səlcuq Bayraktardan eşitmişəm o sözü, amma deyilənə görə Einstein sözüdür. Ona da yadımda deyil. Son olaraq məncə yekunlaşdırmalıyıq. Bir dənə bunu da deyim. Onda belə nəticə çıxır ki, böyümək miqdar artımıdır, inkişaf keyfiyyət dəyişməsidir. Təlimdən götürdüyüm bir frazadır bu. Deməli, kimlərsə böyüyür, miqdar olaraq müəssisəsi böyüyür, dövriyyəsi artır və s. O, özünün inkişafını edirmiş kimi düşünür. Deməli, o bir dənə analiz edib, sorğulayıb baxmalıdır ki, mən ümumiyyətlə böyüyürəm, yoxsa inkişaf edirəm? Onu fərqləndirə bilməlidir. Məsələn, 2 nəfər kitab oxuyur. Və müşahidə edirsiniz ki, ikisi də kitab oxuyur insanlar. Yəni, kitabdır, insan əyilib kitab oxuyur qıraqdan. Və kim daha çox götürür orada? Onu necə görmək olar?
nəticədən də əgər ikisi də dostları necə qazanmalı kitabını oxuyursa, sonradan nəticədə görəsiniz də bunu. Kim qazanır, kim qazanmır. Kim qazandı da orada dostları? Mən düşün və varlan oxuyursan. Əgər bir sual doğurmur ki, sən bu kitabı oxuyub varlanmırsansa, bu niyə işləmədi? Niyə kim nəsə işləyir, mən də işləmir? Və ya biznesmen menecerləri necə qiymətləndirəcək? Məsələn, avadanlıqda işləyənləri qiymətləndirə bilərsiniz. Daha çox məhsul istəyəsə verir. Bir gün 100 eləyir, o birisi gün 110 eləyir, 120 eləyir. Yəni məhsulun sayından bu adamın məhsuldarlığını görmək olur da, bu say artımıdır. Bəs keyfiyyət artımı? Deməli, məhsulun öz keyfiyyətində də artım var da. Bunu belə görürsünüz. Bəs menecerdə, otaqda oturan menecerin işinin keyfiyyətini necə görəsiniz? Bu adam kompüterin qabağındadır. Və əsas işi də fikirləşməkdir. İdarəçilikdir. Bunu siz ümumi müəssisənin fəaliyyətində görə bilərsiniz də. Müəssisə irəli gedir və ya yox. Menecment necə işləyir müəssisədə? Mən özüm necə işləyirəm? Yəni inkişaf edirəm, yoxsa yəni bədənlə artmaq, yəni beynin inkişafı və bədənin artması bunlar başqa-başqa şeylərdir. İnsanda artım fiziki səviyyədə müəyyən yaşdan sonra dayanır. Bəs beyin? Ona görə deyilir, doğuşdan qəbrə insan öyrənə bilir. Bu söz kimi deyil də. Bunu əgər sən fikirləşirsənsə ki, məktəbi qurtardım, məktəb bitdi, bunun özü dayandırır adamı. Həyat özü məktəbdir. Bu da populyar sözdür. Bunu dərinliyinə gedəndə doğrudan həyat məktəbdir. Bunu prosta lozunq kimi deyilir. Yoxsa mən həyatın doğrudan məktəb olduğunu dərk edə bilirəm. Yəni mən açığam ümumiyyətlə informasiyaya. İnsanların mənə danışdığına, kitabdan oxuduqlarıma. Bu müəyyən mənada sualda olmağı tələb edir. Bu sözlərinizə qüvvət olaraq, yekun olaraq onu deyim ki, şəxsi fikrimdir. Mən təşəkkür edirəm sizə, minnətdaram ki, təlimlərdə mənim həyata baxış, inkişaf, fərqindəlik məsələlərində çox ciddi nəticə almış bir real case kimi qarşınızdayım və təşəkkür edirəm sizə. Amma bir məsələni deyim, siz hər nə qədər belə müəyyən bir çərçivəyə salsaq ki, təlim daha çox biznesmenlər üçündür. Mənim şəxsi fikrimdir ki, təlim həm də elə muzlu işdə işləyən adamlar